YouTube'da davamlı olaraq Kazıklı Mariyanın podcastlerini dinləyirdim. Hansı ki, Kazıklı Mariyada nə edir, oxuyub bəyənmədiyi kitabları Twilight kimi və yaxud da ki, ən bəyəndiyim onun 2-3 bölümü çəkmişdi podcast'in. Adını Feriha koydum. Hansı ki, bunun kitabı var imiş. Ferihanın da öz adı Kiraz imiş. Az yaşlı uşaq olur. Uşaq elə az yaşlı olur. Və o kitabda tam mənə uyğun yəqin ki, mövzular var. Mən o kitabı mütləq tapıb oxuyacağam. Əslində Ferihanın tamamilə başqa ilk başlarda dindarlaşma, təriqətlərin Türkiyədə yayılması, niqablıların çoxalması o dönəmlərin təsviridir. Hansı ki, Kirazın, yəni filmdə gördüyümüz Ferihanın da ailəsi kənddən şəhərə gəlir və anasının valideynləri ilə arasında uçurum olur. Anasının geyimindən utanır. Daha sonra bu uşağı Quran kurslarına göndərmək istəyirlər və uşaq qalır bu şəhər həyatı ilə az yaşlı, yəni bir uşaq düşünün, qalır valideynləri arasında uçurum yaşanır. Yəni Kazıklı Mariya bu kitabları tənqid eləmək tərzində oxuyur və lağa qoyur. Yəni mən oxumuşam və yaxud da tutalım Şeyma Subaşının kitabını oxuyur. Yəni mən oxumuşam, siz də oxumayın və çox qəşəngdir, belə deyim, konsepti. Amma bu konsepti izləyə-izləyə gəldim William Goldingin Sineklerin Tanrısıdır türkçə tərcüməsi. Bu kitabın analizini gördüm. Hardasa 3-4 il öncə çəkibdi bu videonu və çox böyük xəyal qırıqlığı yaşadım. Çünki Sineklerin Tanrısını yəni bu Şeyma Subaşının deyərdim ki, kitabı ilə hardasa bir tutubdu və tənqid eləyib və bəyənmədiyini deyib. Bəyənməməsinin əsas səbəblərindən biri də Kazıklı Mariya özü də bir müddət müəllimlik eləyibdi və bu təcrübələrini həmişə danışanda azdan çoxdan 2 cümlə ilə də olsa yaşadığı təcrübələri danışır. Və Kazıklı Mariyada o düşüncədədir ki, uşaqlar saf, ülvü, müqəddəs, tərtəmiz, çiçək kimi varlıqlardır və bunun özünün də mən bütləşdirilmiş bir düşüncə olduğunu düşünürəm. Yəni uşaqlar nəyə görə saf varlıqlardır? Hardan biz qənaətə gəlirik ki, insan yaşadıkca çirkinləşir, bəlkə elə xislətimiz bizim çirkindir. Yəni ola bilməz ki, bir uşaq var oluşdan pis doğulsun ki, məktəblərdə müəllim işləyən adamların və yaxud da ki, müşahidələr ediləndə və yaxud da ki, gündəmdəki xəbərləri izləyəndə görürsən ki, uşaqlar heç də elə məsum varlıqlar deyil. Mən hətta son bir film izləmişdim, adı yadımda qalmayıb. Orada 13 yaşlı uşağın cinayətini görmüşdü. Hansı ki, heç bir məsuliyyət daşımırdı, günahkarlıq hiss eləmirdi. Elədiyi şeyin cinayət olmasını belə qəribə qarşılayırdı ki, yəni nəyə görə? Və digər uşaqlar da məktəbdə çox normal qarşılayırdılar ki, o öldürülən qız buna layiq idi tipli bir münasibət var idi. Yəni məktəblərdə ən adisindən bir ara bizdə də mövzu olmuşdu, bullying mövzusu. Uşaqların bir-birlərini çox şiddətli şəkildə ya görünüşlərinə görə, ya davranışlarına görə bullying eləməsi mövzusu belə göstərir ki, onlar heç də belə məsum varlıqlar deyillər. Və körpələrə belə baxanda, yəni görürsən ki, narsist varlıqlar da davamlı olaraq id üzərindən, yəni sırf istəkləri üzərindən, o anki istəklərini tələb edən, istəkləri olmayanda ağlayan, qışqıran varlıqlardır. Yəni düşünürəm ki, bu mövzunun bütləşdirilməsi mənə həqiqətən qəribə gəlir. Və William Goldingə keçək. William Golding bu Sineklerin Tanrısını nəyə görə yazıbdı? Əvvəla o dönəmi bilməliyik, biraz William Goldingin özünü tanımalıyıq. Çünki William Golding özü də Nobel mükafatı almış bir yazardır və özü də Oxfordda İngilis dili ədəbiyyat təhsili alıb və daha sonra müəllim olaraq çalışıb. Yəni o artıq müəllimlik elədiyi müddətlə uşaqları düşünürəm ki, müşahidə eləmək fürsəti əldə eləyibdir və bu əsərində də o müşahidələrindən istifadə eləyib və əsərin yazılma hekayəsi bir neçə yerdə baxdım, bu keçməmişdi bu mövzu. Deməli, Mərcan adası deyilən bir uşaq nağılı var. Mərcan adasında 3 az yaşlı uşaq bir adaya düşürlər və
orada sıfırdan, yəni biz həmişə deyirik mədəniyyət, sivilizasiya necə yaranır? Yəni bu uşaqlar sıfırdan orada bir mədəniyyət qururlar, bir qruplaşma və mədəniyyətin çox pozitiv mənada uşaqlar orada təsvir edilir. Amma William Golding bu Mərcan adasını çox qeyri-real, utopik olduğunu deyir və necə ki Walter məsəl üçün Leipzigin o bu dünya mümkün olan dünyaların ən yaxşısıdır fikrinə qarşı çıxaraq gedib Kandidi yazırdı. Burada da Mərcan adasındakı eyni demək olar ki, Kandidlə eyni kör pozitivliyinə qarşı çıxaraq, ona bir tənqid olaraq, yəni o Mərcan adasına qarşı yazılmış bir kitabdır. Burada isə uşaqlar adaya düşürlər, amma Mərcan adasından fərqli olaraq, yəni elə bir matı, minnoş obrazlar olmurlar. Onların içlərindəki o qaranlıq, şeytani tərəf ortaya çıxır. Hansı ki, bir çox mövzulara da ümumiyyətlə, eksperimentlərə hətta mövzu olmuş bir araşdırmadır bu. Eksperiment filmi var, hətta bir neçə növü var, deyərdim ki, real hadisələrdən təsirlənib çəkilibdir bunun filmi. 2 versiyasını mən izləmişəm, amma bu eksperimentin də qısaca danışım. Filmdə dəyişdirilmişdi. Çünki bu eksperiment tələbələr arasında aparılıbdı. Bir qrup tələbələri bu təcrübəyə, eksperimentə dəvət eləyiblər və onları 2 qrupa ayrılırlar. Bəzilərini polis geyim verirlər, belə güc bildiyiniz militarizm güc verirlər. Digərlərini də məhbus olaraq 2 yerə bölürlər və deyirlər ki, polislərə deyirlər ki, burada bəzi qaydalar var. Yəni bu məhbuslar o qaydalar əməl eləməsə siz cəzalandıracaqsınız. Yəni bundan sonra o polislərin içərisindəki o vəhşilik ortaya çıxır. Hansı ki, şərtlərdən belə bir şərt var idi ki, əvvəldə şiddət olmaz. Əgər şiddət olursa, eksperiment dayandırılır. Lakin bu eksperiment dayandırılmır real hekayəsində və daha sonra artıq eksperiment onların arasındakı şiddəti, belə deyim, müşahidə edirlər, insanın içindəki o şiddəti. Və daha sonra da bu təcrübəni kim keçirmişdi, nəyə görə keçirmişdi, heç bir cavab olmur. Bunun da sayəsində dediyim kimi filmlər çəkilmişdi. Eksperimentin mövzusu dediyim kimi, yəni əgər qayda, qanunlar, o qorxular, cərimələr olmasa, çünki mədəniyyət dediyimiz şey Atatürkün də dediyi kimi cərimədir. Qadağalar olmasa, Avropanı Avropa eləyən, mədəniləşdirən, sivilizasiyaya aparan cərimələrdir, yüksək belə deyim, məbləğli cərimələr və bunlar olmasa, qayda, qanunlar olmasa, insan özündə, xislətində əslində vəhşi bir varlıqdır. Bir də Arınma Gecəsi deyilən bir seriya var, film deməzdim. Mövzusu çox möhtəşəmdir bu seriyanın. İlin bir günü Amerikada bütün qanunlar, belə deyim, bütün cinayətlər qanuni olur, yəni legallaşdırılır. Sən ilin bir günü istədiyin cinayət eləyə bilərsən, hətta adam da öldürə bilərsən və buna görə heç bir hüquqi məsuliyyət daşımayacaqsan, yəni cəzalandırılmayacaqsan. Və bunun da məqsədi Arınma Gecəsi insanların o içərisindəki şiddəti, hansı ki qanunlarla, cərimələrlə o şiddəti biz boğuruq və bunun da təhlükəli olduğu deyilir. Yəni başqa yollarla bu boğduğumuz şiddət psixoloji tutalım formada bizim psixikamıza təsir eləyir. Yəni ilin 10 günü rahatlamaq üçün insanlara sərbəst buraxırlar və hər bölümdə bir cinayət işlənirdi. Mövzu çox qəşəngdir, amma 2-3 filmini izlədim, bəyənmədiyim üçün o barədə video çəkmirəm. Sadəcə demək istədiyim, bu da insanların içərisindəki o bastırılmış qaranlıq tərəfin üzə çıxması mövzusundaydı. Bu mövzuların hamısı bir-birinə uyğun olduğu üçün videoda danışıram. Çünki dediyim kimi William Golding'in də bu kitabının məqsədi insanın şeytan tərəfinin üzə çıxartmasıdır. Demək, başqa bir tərəfdən yazar 2-ci Dünya müharibəsində dəniz hərbi qüvvələrində iştirak edib. Bu da nəyə görə önəmli bir məlumatdır? Çünki 2-ci Dünya müharibəsində gördüyü üçün oradakı insanların nə dərəcədə müharibə nədir, insanların hansı həddə vəhşiləşə biləcəklərini bizi göstərir müharibələr və William Golding şəxsən buna şahidlik eləyib. Yəni həm müharibədəki insan üzünün vəhşiliyini görüb, həm də birbaşa, yəni məktəbdə çalışdığı üçün, müəllimlik elədiyi üçün uşaqları müşahidə eləmə imkanı olubdu.
və daha sonra dediyim kimi bu kitabı yazır. Kitabın mövzusu eynilə 2-ci Dünya müharibəsində ingilislərin uşaqlarını qorumaq üçün, müharibədən qorumaq üçün bir adaya gətirirlər. Amma yolda qəza baş verir və demək, uşaqlar demək olar ki, valideynlərin hamısı ölür. Sadəcə 12-15 yaş arası azyaşlı uşaqların həyatda qaldığını görürük. Filmin başlanğıcında mənə Lost serialını xatırlayırsınızsa, yəni eynilə elə başlamışdı Lost serialı kimi. Yəni bir qəza baş verir və indi həyatda qalmasan. Çünki Lostda da bu mövzuydu. Amma Lostdan fərqli olaraq burada sadəcə uşaqlar həyatda qalır. Yəni heç bir dominant obraz yoxdur, heç bir böyük valideyn və yaxud da ki, müəllim yoxdur. Çünki bunun da özünün səbəbi orada bir yaşlı adam olsaydı, yəni böyük olsaydı belə deyək, onların arasındakı liderlik davası olmayacaqdı. Elə avtomatik yaşından dolayı bir adamı avtomatik lider seçmiş olacaqdılar. Daha bir önəmli məqam da bu uşaqların hər biri oğlan uşaqlardır. Ona görə kitabı tənqid edənlər çox vaxt deyirlər ki, nəyə görə bu seksist bir yanaşmadır, nəyə görə orada qız uşaqları yoxdur. Yəni sadəcə burada bir tənqid varsa, bir mövzu varsa, araşdırma varsa, nəyə görə qız uşaqları yoxdur? Bunun da özü müzakirəli bir mövzudur. Bəlkə də ola bilər ki, məsələn, mən düşünürəm ki, dünya yaranandan gedişatda kişilər daima müharibələrdə aktiv iştirak eləyiblər, yəni qadınlar iştirak eləməyiblər demək deyil. Çünki keçən dəfə bununla bağlı bir araşdırmaya baxırdım, qadınların görünməzliyi ilə bağlı. Məsələn, deyir, kişilər o savaşlara gedəndə fonda onları yemək bişirən və yaxud da ki, ən iyrənc şəkildə o insan nüfusunun artması müharibələrdə bilirik, dinlərdə də bu var. Bu yüklər kimə yüklənir? Qadınlara. Yəni müharibəyə gedir, öldürülür insanlar, nüfus lazımdır müharibəyə göndərmək. Qadınlara yüklənirlər ki, doğun. Yəni bunların hamısı qadınların üzərində və yaxud da ki, bir qadın sevdiyi adamı itirir, oğlunu itirir, atasını itirir. Bunların heç birisi belə deyək danışılmır. Necə ki, müharibə mövzusunda heyvanlar da eyni şəkildə, məsələn, heyvanlar da öldürülür, istifadə olunur və yaxud da ki, soyuq silah kəşf olunmazdan öncə. Bunlar heç bir yerdə danışılmır. Yəni sadəcə kişilər danışırıq və o gedişatda aktiv şəkildə kişilər iştirak eləyir. Ola bilər ki, bu tərəfdən də düşünə bilərik. Amma tamamilə yəni seksist yanaşma olaraq da düşünə bilərik. Şəxsən mənə maraqlı olardı ki, orada eyni sayda qız uşaqlar da olardı və onların da, çünki təbiət etibarilə kişilər dağıdıcı, qadınlar isə yaradıcı varlıqlardır, mifologiyalardan əsaslanaraq bunu deyirəm, lənətə gəlmiş kameram. Amma əlimizdə yəni belə bir variant yoxdur, sadəcə oğlan uşaqlarıdır. Onlar düşürlər, dediyim kimi, bir adaya. Burada isə sivilizasiyanın necə qurulduğunu, yəni bir qrup insan sıfırdan, uşaq, daha doğrusu eyni yaşda olmuş uşaqlar necə həyatda qalacaqlar, necə bir bərabər yaşama qayda qanunları, belə deyək, kəşf eləyəcəklər. İlkin olaraq onu deyim ki, buradakı uşaqların hər birisi bir sistemin metaforudur, hər birisi. Məsələn, Rolf var. Oradakı Rolf, hansı ki ilk gördüyümüz uşaq, onu lider olaraq seçirlər, demokratiyanı təmsil eləyir. Çünki o tamamilə həm humanist bir yaxlaşım göstərir digər uşaqlara və məsələn lider seçimində belə seçim edilməsinin tərəfdarı olur və seçimlə, demokratiya ilə seçilmiş bir uşaqdır və onun sadəcə demək ki, Rolfun yaxınlıq elədiyi, çünki digər uşaqlar bigini, yəni donuzcuq deyə keçir, diskriminasiya eləyirlər, yəni kənarlaşdırırlar sırf görünüşündən dolayı. Piggy də açgili bir uşaqdır, kilolu bir uşaqdır. Ümumiyyətlə, məsəl üçün, digər filmlərdə də qarşıma çıxıbdır. Charlie'nin şokolad fabrikasında da bir alman uşağı, çox vaxt alman uşaqlarını, belə almanları təsvir eləyəndə belə acgöz, donuz, azab şuvayna bənzədirlər. Və bu düşünürəm ki, əslində biraz mənə bilmirəm, qəribə gəlir. Çünki bu sayədə biz uşaqlara tənqid eləyək deyərkən kilolu uşaqları görünüşünə görə bullying eləmək
bullying eləyəsi oluruq və bu filmdə də uşaq görünüşünə görə, hansı ki It filmində də Stephen King'in It filmində də orada kök bir uşaq olurdu. O da digər uşaqlar tərəfindən bullying görürdü görünüşü ilə bağlı. Piggy əslində açıqlı bir uşaq olur. Hətta onun açıqsının da metaforası var. O Piggy demək olar ki, Rufun tərəfində olan tək uşaqdır və o da demokratiya üçün, yəni bir növ maarifləndirici, aydınladıcı, aydınlatan şəxsiyyətləri təmsil eləyir. İşıqlı, belə deyim, cəmiyyətin işıqlı kəsimini təmsil eləyir. Həm onun açıqısı bir metafordur orada, həm də ki, ideyanı, məsəl üçün, balıq qulağı kimdədirsə, ilk olaraq o söz haqqı tanınır, o danışır. Bu ideyanın özü də ilk dəfə Piggy'dən çıxır, donuzcuqdan yəni çıxır. Və yaxud da ki, ocaq qalamaq istəyirlər. Ocaq, yenə də deyirəm, çox istifadə olunur kitablarda, zombi filmlərindən danışanda, Romero'nun xatırlayırsınızsa, orada da zombilər beyinsiz varlıqlardılar. Yəni, dünyanın sonunda artıq insanlar sorğulamadan, düşünmədən, məsələn, militarizmi, əskərləri zombilərə bənzədir və yaxud da ki, şuursuz şəkildə alış-veriş edən insanları zombiləşdirilmiş kimi təsvir edir və yaxud da ki, kütləvi informasiya məsələləri, bilgi kirliliyi, informasiya kirliliyi yaranır və insanlar oxuduqları hər şeyi araşdırmadan, yəni qəbul edirlər. Günümüzdə də bu aktualdır. Və oradakı zombinin də metaforunda görürük ki, zombi nədən qorxurdu? Ocaqdan qorxurdu. Nəyə görə? Çünki ocaq Platonun mağar allegoriyasında gördüyümüz kimi aydınlığı təmsil edir. Yəni ocaq varsa, işıq varsa, kölgə, qaranlıq yox olur. Sivilizasiyadan, yəni zombilər dünyanın sonuna gəldikləri üçün, yəni zombi varsa bir apokalipsis, dünyanın sonu teması var və dünyanın sonu teması da nə olur? Cahillikdən olur, artıq xaosdan yaranır. Amma ocaq varsa mədəniyyət var. O mədəniyyətdən, belə deyim, işıqdan, aydınlanmadan zombilər qorxurlar. Burada da eynən ocaq metaforu sivilizasiyanın metaforasıdır. Yəni sivilizasiyanı da ideyanı verən, ocağı necə yandırmaq ideyasını verən orada Piggy olur. Piggy Rolf'a deyir ki, onun daha doğrusu açıqısı ilə, gözlüyü ilə onu ocağı yandırırlar. Daha sonra isə yenə də eyni ilə Piggy'nin açıqısının qırılması da sivilizasiyanın çöktüyünə işarədir. Çünki ondan sonra artıq uşaqların içərisindəki o şeytan üzə çıxır. O xislətləri, belə deyim, üzə çıxmış olur. Və bu uşaqlar arasında dediyim kimi Rolf seçildiyi halda bir də bu uşağın Jack faşist bir uşağı təsvir eləyir. Diktatorları bir növ deyərdim ki, təsviridir. Hətta o uşağı deməli Hitlerlə müqayisə edirlər ki, Hitlerin təsviridir orada. Bu uşaq şiddətdən, belə deyim, zövq duyur, sadist bir uşaqdır. İlk dəfə, məsəl üçün, bir uşağın ölümünə səbəb olundan sonra, ölümü dadandan sonra bundan həzz almağa başlayır, daha da vəhşiləşir. Biraz Machiavellist təqdimat var bu kitabda. Machiavellist nəyə görə? Machiavelli bilirik ki, diktatorlar haqqında kitab yazdığı da deyilir onun. Prens kitabı, hansı ki, bütün siyasətçilərin bir siyasətçi necə olmalıdır haqqında kitabdır və təbii ki, bugünə qədər də müzakirəli bir kitabdır. Orada, məsəl üçün, deyir ki, bir siyasətçi xalqı idarə eləmək üçün sevgi və yaxud da ki, qorxu arasında qalsa, mütləq şəkildə qorxunu seçməlidir. Yəni, toplumu ancaq qorxu ilə idarə eləmək mümkündür və qadağalarla, qorxuyla. Burada da diktatorları, yəni zalım, güclü bir, yəni demir belə olun, deyir ki, siyasətçi belə olmalıdır. Əks halda, yəni sənin gücünə heç kim tabe olmaz, sən toplumu idarə eləyə bilməzsən. Eynilə burada Rolf, yəni demokratiyanı təmsil edən uşaq, nə qədər də demokratik olsa da, matı olsa da, zəif bir obrazdır. Jack isə, hansı ki, faşist uşaq, tamamilə liderlik ruhu güclü olan, digər uşaqları öz tərəfinə çəkə bilən, güclü bir obraz olaraq təsvir edilir. Yəni, bir lider ruhu görürük onda.
demokratik şəkildə rov seçilsə də o əlinə gələn hər şeyi eləyir, digərlərini öz tərəfindən çəkir və digər uşaqlar da Jack kimi vəhşiləşməyə başlayırlar. Artıq o adada Mərcan adasının əksi olaraq şiddət, vəhşiliklər üstə çıxır. Jacklə Rovun ilk qarşı durması da ocaq mövzusunda yaranır. Çünki birinci Rov təklif eləyir ki, onun təklifi daha uzaq görən təklifdir, daha aydın bir təklifdir və məsələni bir tərəfdən kökdən həll eləyə biləcək təklifdir. O deyir ki, ocaq qalayaq və samalyotla keçəndə bizi görəcəklər, xilas eləyəcəklər. Jack isə o ocağın sönməsinə səbəb olur. Bundan sonra onların arasında qarşıdurma yaranır. Çünki artıq Jack oradan çıxmaq da istəmir. Çünki artıq onun üçün o xaos ortamı yaranıbdır. Artıq onların başına bir valideyn yoxdur, bir dominant olan obraz yoxdur, məsələn, bir müəllim yoxdur. Tamamilə artıq orada onu qısıtlayan, yəni qanunlar, belə deyim, Jack üçün artıq qanunlar yoxdur və o vəhşi təbiətdə o istədiyi qədər vəhşiliklərini eləyə bilər. Yəni artıq ocağın sönməsi onun vecinə deyil, əksinə ona sərf eləyir. Çünki burada daha azaddır. Yəni qanunlar artıq onu qısıtlamır. Dominant bir obraz yoxdur və yaxud da. Daha sonra isə onlar təbii ki tapılmayandan sonra ən dəhşətli hissəsi o burada bu arada uşağın adı yanımdan çıxdı. Kitabı çoxdan oxumuşam. Filminə baxmışdım. Bir də burada saf yaxşı bir obraz var. Adı yadımdan çıxdı. O obrazı da İsa peyğəmbərlə eyniləşdirirlər. Hansı ki o uşaq da pasiv qalır və daha sonra orada səhv anlaşılma səbəbindən öldürülür. Səhv anlaşılma səbəbi də bu uşaqlar bu adada onlarla yanaşı başqa bir bədheybətin olduğunu deyirlər. Və uşaqların hər biri bu bədheybət dediyimiz sineklərin tanrısıdır. Yəni kitabın adı oradan götürülür. Yəni onların arasında bir çaxnaşma yaranır. Bu da o sineklərin tanrısı ilkin insanların arasında dinin necə yaranmasının metaforudur. Çünki ilk başlarda din necə yaranmışdı? Göy gurulduyur, şimşək çaxır, insanlar qorxurlar, düşünürlər ki, göydə bir tanrı var və yaxud da ki, günəş qızmar olur, günəş tanrısı var, sel tanrısı var. Yəni ilk başlarda tək tanrılıq yox idi İbrahim dinlərə görə. Dinlər əslində belə yaranıb. Yəni dinlər də təkamül eləyib bu günlərə tək tanrılığa gəlibdir. Yəni şəkil dəyişdirib və Freud'un dediyi kimi də dinlər əsla yox olmayacaqdır. Sadəcə olaraq şəkil dəyişdirəcəkdir. Yəni ilk başlarda dinlər o mifologiyalarla, nağıllarla necə yaranmışdısa, burada da bunu görürük. Və bu uşaqların hamısı inandığı halda sadəcə o İsa ilə eyniləşdirilən uşaq deyir ki, belə bir şey yoxdur və o gedib o sineklərin tanrısı deyilən bir şeyi görəndən sonra uşaqlara qaçaraq xəbər vermək istəyir, onlara qurtuluşa aparmaq istəyir, belə deyək, xilas eləmək istəyir. Amma Jack və dostları onu öldürürlər qəza ilə. Daha sonra qurban vermə səhnəsi var, hansı ki bir dənə donuzu qurban verirlər o sineklərin tanrısına, yəni tanrıya qurban verirlər ki, o uşaqlara dəyməsinlər. Buradan da qurbanlıq anlayışı bilirik ki, tarix yaranandan ibtidai insanlardan bu yana qurban anlayışı var. Qurban anlayışı haqqında hansı ki Yahudilərdən də gəlmə günah keçisi anlayışının hardan gəlməsi barədə digər videolarda danışmışdım, mifologiyalarda. Yəni qurban anlayışı sırf İslam'a aid bir anlayış deyil, hətta Yahudiliyə də aid deyil. Daha dərin, daha doğrusu keçmiş tarixi var, uzaq tarixi var. Yəni ilk insanlar yaranandan bu yana yenə də deyirəm, məsələn, göy guruldur, insanlar qorxurlar və beləcə tanrılara qurban verirlər, nəyəsə kəsib ki, rüşvət bir növ bizə dəyməyin. Burada da eyni ilə o bədheybətdən, sineklərin tanrısından qorxduqları üçün ona belə bir qurban verirlər. Və dediyim kimi, yəni, saf pis obraz, şeytan obrazı, Jack'in obrazına görüldüyü, saf yaxşı obrazlı İsa'nın təsvir edildiyi obraz hansı ki öldürüldü. Demokratiyanın metaforası var idi, faşizmin, Hitlerin metaforası var idi. Bu uşaqların hər birisinin alt metinlərlə oxuması var. Daha sonra isə, yəni dediyim kimi, bu Piggy'ni, donuzcuğu
çox başına qaya atırlar və çox bunu filmdə də izləmişdim mən. Dəhşət pis olmuşdum ya o səhnədə, uşaq öldürülmə səhnəsində. Bu da artıq aydın insanların öldürülməsinə, yəni aydın insan dediyimizdə sivilizasiyanın yaradan insanlar, cəmiyyətin aydın kəsimləri olur. Artıq tamamilə belə deyim, insanı təsviri olan yaxşı obraz öldürüldü və yaxud da ki, ocaq söndürüldü, sivilizasiyanın metaforu olan ocaq söndürüldü, Piggy aydınlanma olan uşaq öldürüldü və yaxud da ki, Rufu da öldürmək istəyirlər, amma Ruf qaçır və sonda bunları adada tapırlar, yəni çox bərbad bir halda tapırlar. Bu kitabın bu tip uşaqlar arasındakı şiddət mövzularının olması ən çox tənqid edilir. Yəni dediyim kimi çoxlar deyir ki, uşaqları Kazıklı Maria da bunu deyir ki, uşaqları bu cür təsvir eləmək doğru deyil və s. Amma dediyim kimi, yəni insan sonradan mı pis olur, yoxsa insanın xislətində mi o şeytanlıq var? William Golding ümumilikdə digər əsərlərində də insanın o qaranlıq şeytanı tərəfini araşdırır və bu kitab əsasında çəkilmiş film də var. Filmi də izlədim, çox bəyəndim. Köhnə bir filmdir, rəngli filmdir. Deməli, filmi də bəyənmişdim və yəni bu qədər. Kitabı əslində çox bəyənirdim. Bir çox mövzunu, yəni ən çox mənə maraqlı olan mövzulardan azad iradə mövzusudur və yaxud da ki, insanın mizantrofiya, məsələn, insanın xislətinin çirkin olması, şeytani olması mövzusu var ki, mən də bu tip düşüncədəyəm ki, insan saf olaraq, yəni o qarışımlar, qadağalar, cərimələr, qorxular olmadan saf olaraq pis bir varlıq olduğunu düşünürəm. Və bu kitabda da, yəni dediyim kimi, bu mövzu işlənirdi, sistemlər müzakirə olunurdu. Ən azından səsli kitabda bu arada kitabı dinləmişdim. Dinləyə bilərsiniz, uzun deyil və filmini də, yəni Eynə yazsa sineklərin tanrısı, hətta deyəsən YouTube-da baxmışdım, filminə də baxa bilərsiniz. Amma dediyim kimi, yəni filmi sırf orada uşaqlar bir-birlərini öldürdülər, uşaqlar niyə belə təsvir olundu gözü ilə yox, yazarı oxuyaraq o dönəmi, əsərin yazılma dönəminə baxaraq və yaxud da ki, metaforları, alt mətnləri daha doğrusu oxuyaraq baxsaz daha düşündürücü və mənalı gələcək.